Dəqiq, etibarlı xəbər qaynağınız ASTV xəbərin saatı 14-də olan buraxılışını izləyirsiniz. Studiyada sizi mən Lalə Məmmədova salamlayıram. Hər vaxtınız xeyir. Anonslar. Prezident İlham Əliyev müqəddəs taxtacın dinlərarası dialoq üzrə dikasteriyasının prefektini qəbul etdi. Bakıda İslam İnkişaf Bankı qrupunun 51-ci illik toplantıları başladı. Təfərrüatlar birbaşa bağlantımızda. Böyük yeddili ölkələri liderləri Fransada bir araya gəldilər. Zirvə görüşündə hansı məsələlər prioritetdir? Hörmüz boğazının açılması ilə bağlı gözləntilər enerji bazarına təsir etdi. Neft və qaz ucuzlaşdı. Bölgələrdə sabah havanın temperaturu 35 dərəcəyə dək yüksələcək. Bəs Bakıda hava necə olacaq? Prezident İlham Əliyev bugün müqəddəs taxtacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti George Jacob Kuvakadı qəbul edib. Söhbət zamanı ölkəmizlə müqəddəs taxtac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunuldu. Bu baxımdan George Jacob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olundu. Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən müqəddəs taxtacın dinlərarası dialoq üzrə dikasteriyasının prefekti Roma papası 14-cü Leo və Vatikanın dövlət katibi kardinal Pietro Parolin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Roma papası və Vatikanın dövlət katibinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Vatikana səfərini və mərhum Roma papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizə səfərini məmnunluqla xatırladı. Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olundu. Ölkəmizin tolerantlıq və multikulturalizm məkanı kimi dinlər və mədəniyyətlər arası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulandı. Müqəddəs taxtacın Azərbaycandakı katolik kilsəsinin fəaliyyəti qeyd edildi. Ölkəmizdə ikinci bu cür kilsənin tikintisinin həyata keçirildiyi bildirildi. Heydər Əliyev Fondu ilə müqəddəs taxtac arasındakı əməkdaşlığa toxunuldu. Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlər arası dialoqun təşviqi baxımından rolu qeyd edildi. Görüşdə Azərbaycanla müqəddəs taxtac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Roma papası 14-cü Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu George Jacob Kuvakada təqdim etdi. Bakı İslam İnkişaf Bankı qrupunun illik toplantıları çərçivəsində dialoq və sessiyalar davam edir. İndi biz qonaqların fikirlərini öyrənmək üçün əməkdaşımız Çinarə Qambayevaya bağlanırıq. Çinarə, efirdəsiz, eşidək sizi. Energy, growth, blinded by diversity and violence. Xəbər verdiyimiz kimi Bakı Konqres Mərkəzdə bugündən start götürən və 4 gün davam edəcək İslam İnkişaf Bankının illik toplantıları davam edir və hazırda biz yardım və davamlı inkişaf üçün innovativ maliyyələşdirmə mövzusunda müzakirələrin keçirildiyi tədbirdəyik və bu tədbirin əsas istiqamətləri barədə bizə ətraflı məlumatı BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricilisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Həyat çatdıracaq. It's a pleasure to have you with us today. Thank you so much. Thank you. And could you please give us an overview of the discussion and what were the key objectives? I think this is our 8th Sustainable Development Goal Dialogue that focuses specifically on sustainable, innovative financing for sustainable development. Now, what we do in these dialogues is that we bring all experts and all the stakeholders, whether it is public sector, whether it is academia, civil society, people from the journal, businesses, banks. So we bring all these development agencies, we bring all of them together to find a solution to a particular issue, and today's issue that we are focused on is sustainable finance. How do we finance these sustainable development goals? And as you must have heard, there is a gap of $4 trillion. So no one entity
can fill this gap. That's why we all need to come together. And the key message from today's discussion is that we all need to come together. We need to use all available resources, whether it is private sector resources, development assistance, ODA, blended finance, Islamic finance, fintech, digital finance, any kind of financing solution that's available. We bring them all together to achieve the targets that we have set for ourselves. And it's not just a target for other people, it's for all of us. So that's what we are discussing today, and we hope that at the end of this discussion, we will have a policy paper that will then be able to take this agenda forward. Thank you for your remarks. Bizimlə birlikdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricilisinin səlahiyyətlərini müvəqqəti icra edən Nasar Hayat idi. O daha çox maliyyə boşluğundan bəhs etdi, hansı ki qlobal səviyyədə dayanıqlı inkişaf məqsədləri üçün təxminən 4 trilyon dollarlıq maliyyə çatışmazlığının olduğunu bildirdi və bunun aradan qaldırılmağının vacibliyindən xəbər verdi. Eyni zamanda ənənəvi yardımın məhdudluğundan bəhs etdi ki, dövlət büdcələri artıq bu maliyyələşmələrin yeterli olmadığından xəbər verdi. Eyni zamanda özəl kapitalın rolundan və dayanıqlı inkişaf üçün özəl sektorun investisiyalarının həlledici rol əhəmiyyət kəsb etdiyindən xəbər verdi. Eyni zamanda innovativ maliyyə alətlərindən bəhs etdi. İslam maliyyəsi, rəqəmsal maliyyə və fintech həllərinin genişləndirilməsinin əsas prioritet olduğunu vurğuladı. Bəli, bizim buradan bu saata çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, yenidən söz sizdə. Təşəkkür edirəm sizə. Çinarə əməkdaşımız Çinarə Qambayeva bağlantıdaydı bizimlə. Davam edirik. Çad İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Çad Respublikasının Maliyyə Naziri Hamid Ngulin Tahir İslam İnkişaf Bankının illik toplantıları çərçivəsində ölkəsinin inkişaf prioritetləri və əməkdaşlıq imkanları barədə danışıb. Ölkəmizin milli inkişaf planı olan Çad Connection 2030 proqramını təqdim etdik və Çadın malik olduğu potensial və investisiya imkanları barədə məlumat verdik. Həmçinin İslam İnkişaf Bankının Çada necə dəstək göstərə biləcəyini, ölkəmizin potensialının reallaşdırılması və Afrika ölkələri arasında əlaqələrin gücləndirilməsi üçün maliyyə dəstəyi imkanlarını müzakirə etdik. Çad Afrikanın mərkəzində yerləşir. Neft, mədən ehtiyatları və kənd təsərrüfatı məhsulları da daxil olmaqla zəngin resurslara malikik. Bu imkanlar sənayeləşdirilərək həm investorlar, həm də ölkəmiz üçün əlavə dəyər yarada bilər. İslam İnkişaf Bankı bölgələrində regional inteqrasiyanın hərəkət verici gücləri mövzusunda sessiyadan isə müzakirə mövzuları barədə əməkdaşımız Fidan Mahmudova məlumatlar çatdıracaq. Fidan, efirdəsiz. Bəli, forum öz işini davam etdirir. Forum çərçivəsində müxtəlif tədbirlər də keçirilir. Elə hazırda da tədbirlərdən birindəyik. Bir neçə dəqiqə sonra tədbir öz işinə start verəcək. Tədbirin mövzusu da kifayət qədər maraqlıdır. Regional inteqrasiyanın iqtisadi dayanıqlıq, şaxələndirmə və rəqabət qabiliyyətinin artırılmasındakı rolu müzakirə olunacaq. Həmçinin tədbirdə regional inteqrasiya indeksi təqdim ediləcək. Üzv ölkələr arasında ticarət, investisiya və əlaqəliyin gücləndirilməsi istiqamətində imkanlar nəzərdən keçiriləcək. Asiya, Yaxın Şərq və Şimali Afrika regionlarından yüksək səviyyəli rəsmilər və ekspertlər regional inteqrasiya təcrübələrini bölüşəcəklər. Tədbirdə sərhədlər arası əməkdaşlığın genişləndirilməsi və davamlı iqtisadi artımın təşviqi ilə bağlı siyasət tövsiyələri də müzakirə ediləcək. Bir neçə dəqiqə sonra forum öz işinə start verəcək. Hələlik hazırlıq prosesi gedir və forum tədbir öz işinə başladıqdan sonra biz sizə yenidən tədbir haqqında, müzakirələr haqqında və gəlinəcək nəticələr haqqında ətraflı məlumat ötürməyə çalışacağıq. Hələlik bizdən bu qədər. Sözü yenidən sizə ötürüb, buyurun. Mən sizə təşəkkür edirəm Fidan məlumatlarınız üçün. 44 günlük Vətən müharibəsi informasiya məkanında da yeni reallıq yaratdı. Müharibə göstərdi ki, müasir dövrdə dövlətlərin təhlükəsizliyi həm də informasiya sərhədlərinin müdafiəsi ilə ölçülür. Yeni layihə dövlətin milli informasiya məkanını hibrid hücumlardan qorumaq ideyasından qaynaqlanır. Qalib informasiya siyasətinin yürüdülməsi regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusiyanın
institusional mexanizmlərin təkmilləşdirilməsi istəklərindən irəli gəlir. Bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruç dövlət qulluğu haqqında və media haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib. Günün tələblərinə cavab verdiyini bir daha vurğulamaq. Yalnız informasiya. Yeni model dövlət siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mexanizmlərini eyni institusional quruma həvalə edir. Beləliklə, media sahəsində qərarların qəbulu, onların icrası, nəticələrin təhlili arasında vaxt itkisi və idarəetmə boşluqları minimuma endirilir. İnformasiya müharibələrinin sürətləndiyi dövrdə dövlətin çevik reaksiya imkanlarını əhəmiyyətli dərəcədə artırır. Kollegial idarəetmə media sahəsində qərarların qəbulu prosesinin şəffaflığını da gücləndirir. Ümumi təhsil haqqında qanuna təklif edilən dəyişikliklər məhz dünyəvilik prinsipinə əsaslanır. Bu dəyişikliklərin məqsədi ümumi təhsil müəssisələrində təşkilati mühitin gücləndirilməsi, geyimlə bağlı vahid yanaşmanın hüquqi çərçivəsinin formalaşdırılması, hüquqi bazanın yaradılması, məktəbdaxili nizam-intizamın dəstəklənməsidir. Bunu Milli Məclisdə Elm və Təhsil Komitəsinin keçirdiyi iclas zamanı komitənin sədr müavini Fariz İsmailzadə deyib. Həmçinin qeyd edib ki, bu yanaşma ilə diqqət tədris prosesinə yönəlir. Dövlət siyasətinin millilik və dünyəvilik Bu dəyişikliklər təhsil alanlar tərəfindən artıq müəyyən edilmiş geyim tələblərinin riayət olunmasına əks etdirir, amma digər tərəfdən isə təhsil verənlər üçün də müəyyən yeni qanunverici baza yaradır. Kollektiv məsuliyyət, kollektiv məktəb kimliyi formalaşdırır, bu hissləri yaradır və sosial-iqtisadi fərqlərin qarşısını almağa imkan verir. Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanan erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması adlı kitabın təqdimat mərasimi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin müdiri Cəbi Bəhramov Ermənistanın tədris materiallarından yer alan tarixi narrativlərin elmi yanaşma ilə ziddiyyət təşkil edən məqamlarına toxunub. Bir mənalı şəkildə Azərbaycan xalqına qarşı, Türk xalqına qarşı nifrət, nitqi aydın şəkildə özün bir uzə verir. Bunu siz həm tarix təhsillərində, o cümlədən uşaqlara çərtdikləri demək, xəritələrdə, özlərinin nəşr etdikləri atlaslarda, hətta təsəvvürə gətirin ki, siz çoxuna baxsanız, orada ümumiyyətlə Cənubi Qafqazda Azərbaycan yoxdur. Onların təsəvvürünə görə, onların təqdim etdiklərinə görə və hətta elə ifadələr var ki, istər 6-cı sinif, istər 7-ci sinif, 8-ci sinif, yəni bütün orta məktəb dərslərində demək, türklərə qarşı və cümlədən Azərbaycan xalqına qarşı elə nifrət hissi təbliğ olunur ki, yəni bunu yalnız bəlkə də faşistlərdən də bunlar betər bu təbliğat aparırlar. Dünya gündəmi ilə davam edirik. ABŞ ilə İran arasında yekun razılaşma üzrə danışıqlar aparıldığı 60 gün ərzində gəmilər Hörmüz boğazından ödənişsiz keçəcək. Bunu ABŞ-nin vitse-prezidenti J.D. Vance NBC News telekanalına müsahibəsində deyib. Vance'in sözlərinə görə Vaşinqton yekun razılaşma əldə olunduqdan sonra da keçidin ödənişsiz qalacağını gözləyir. Açıq şəkildə bildirdik ki, gəmlərin Hörmüz boğazından keçidi üçün ödəniş tələb edən hər hansı sistemlə barışmayacaq deyə ABŞ-nin vitse-prezidenti əlavə edib. İranla ABŞ arasında danışıqların yeni raundu anlaşma memorandumu rəsmi olaraq imzalanan gün başlayacaq. Bu açıqlama ilə isə İranın Xarici İşlər Naziri Abbas Əraqçı çıxış edib. Onun sözlərinə görə növbəti mərhələ 60 gün ərzində yekun razılaşmanın əldə olunmasını nəzərdə tutur. Abbas Əraqçı qeyd edib ki, anlaşma memorandumunun birinci mərhələsində əsas diqqət müharibənin dayandırılması və Hörmüz boğazı ilə bağlı məsələlərə yetirilib. İkinci raundda isə tərəflər nüvə məsələləri və sanksiyaların ləğvi ilə bağlı yekun razılığa gəlməyə çalışacaq. Əraqçının sözlərinə görə İranla ABŞ arasında anlaşma memorandumunun iyunun 19-da imzalanması gözlənilir.
Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları səngimir. Ukraynanın Xarkov vilayətinə dron zərbələrinin endirilməsi nəticəsində ikisi az yaşlı olmaqla 8 nəfər xəsarət alıb. Yaşayış evlərinə və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Ukrayna silahlı qüvvələri isə yenidən Rusiyanın yanacaq obyektlərini hədəfə alıb. Moskvada neft emalı zavoduna dron zərbəsi endirilib. Zavoddakı qurğulardan biri zədələnib. Bu barədə paytaxt meri Sergey Sobyanin məlumat yayıb. Onun sözlərinə görə ümumilikdə Moskva səmasında 60 pilotsuz uçuş aparatı vurulub. Bu, Rusiya paytaxtına bu il edilən ən kütləvi hava hücumlarından biridir. Kuban vilayətində isə dron qalıqlarının düşməsi nəticəsində neft ambarında yanğın baş verib. Bu barədə regional operativ qərargah məlumat yayıb. Alovla mübarizəyə onlarla yanğın söndürən və texnika cəlb edilib. Fransanın Evian-le-Bain şəhərində böyük yeddili ölkələri liderlərinin 52-ci sammiti davam edir. Zirvə görüşünün ikinci gününün gündəliyinə 3 əsas sessiya daxil edilib. Rusiya-Ukrayna müharibəsi yenə də gündəlikdə birinci yerdədir və əsas diqqət Ukrayna və Avropa üçün sülh və təhlükəsizlik məsələlərinə yönəldilib. Ukrayna prezidenti Zelenski də zirvə görüşünə dəvət olunub. Bununla yanaşı G7 sammitinin iştirakçıları yaxın şərqdə böhranlar və sabitliyin təmin olunması ilə bağlı məsələləri müzakirə edəcəklər. Həmçinin yeni tərəfdaşlıqların qurulmasına dair fikir mübadiləsi aparılacaq. ABŞ-nin Kaliforniya ştatında güclü meşə yanğınları tüğyan edir. Riverside dairəsində alov qısa müddətdə geniş əraziyə yayılıb. Yanğının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən bir sıra ərazilərdə təxliyə əmri verilib. Evlərini tərk edən sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb. Alovun qarşısının alınması üçün yüzlərlə xilas edici və onlarla yanğın söndürmə texnikası cəlb edilib. Güclü külək və əlverişsiz hava şəraiti yanğının söndürülməsi işlərini çətinləşdirir. İyunun 21-də 9 illik orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanların təkrarı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Eyni zamanda qeyd olunan şəhər və rayonlar üzrə təhsil aldıqları məktəbə müraciət edən cari və əvvəlki illərin şagirdləri də imtahana qatıla bilərlər. İlin birinci rübündə Azərbaycana xaricdən daxil olan fiziki şəxslərin pul baratlarının həcmi 296,9 milyon dollar təşkil edib. Bunu Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk rübünün yekunlarına dair tədqiyə balansının açıqlamasına həsr olunan brifinqdə deyib. Bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən daxil olan pul baratlarının həcmi 29,4% artıb. Pul baratlarının əsas hissəsi Rusiya, Türkiyə, İrlandiya, ABŞ və Böyük Britaniyadan daxil olub. Bu dövrdə ölkəyə daxil olan pul baratlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən təxminən 29% artaraq 297 milyon dollar təşkil etmişdir. Eyni ilə bu dövrdə ölkədən çıxan pul baratlarının həcmi təxminən 8% azalaraq təxminən 104 milyon dollar təşkil etmişdir. Ölkədən çıxan pul baratlarının həcminə görə birinci yerdə Türkiyə, ikinci yerdə Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Böyük Britaniya və Gürcüstan ilk top 5-likdə formalaşmışdır. Prezident kitabxanasında xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan tədbir keçirilib. Dərbi masada şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri vurğulanıb. Həmçinin dramaturji fəaliyyəti ətrafında çıxışlar dinlənilib. Xalq şairinin zəngin həyat və yaradıcılığını əks etdirən video çarx nümayiş olunub. Səməd Vurğunun 120 illiyini nəinki Azərbaycanda, Azərbaycandan kənarda belə Azərbaycan poeziyasını, Azərbaycan şeiriyyatını Səməd Vurğun aşiqləri qeyd edirlər. Səməd Vurğunun vətənə olan məhəbbəti, vətənə olan vurğunluğu da məhz elə Vurğun adının öz ləqəb kimi götürülməsinə bir əsas vermişdir. Hadisələrin inkişaf ASTV xəbərin növbəti buraxılışlarında nəzərdən qaçırmayın, özünüzü qoruyun. Görüşərik.